5000 ver torpaq satın. 10.000 ver bu torpağın kupçasında verin. Bu cür vədləri verib vətəndaşları alladan bələdiyyə üzvlərinin sayı az deyil. Məndən müraciət edən vətəndaş da bildirmişdir ki, bələdiyyələrdən birinin sədri ona bu cür vəd verib torpaq və kupçanı söz vermişdir. Lakin nəticədə gözlənilən kimi aldadılmışdır. Bununla əlaqədar olaraq bu vətəndaş məndən xahiş etmişdir ki, onun hüquqlarının müdafiəsini öz üzərimə götürüm. Hüquqlarını müdafiə etməsindən üzü bu yana təxminən 2 ildən çox vaxt keçdi. Lakin Allahın izni ilə biz bu işdə də uğur qazana bildik və nəticə etibarilə bu bələdiyyə sədri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildi. Yəni, dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edildi. İşte şayəd siz də belə bir problemlərlə rastlaşarsınızsa, müraciət edin, sizə də kömək etməyimizə çalışacağım.